Telefoniya haqqında sizə məlumat verəcəyəm. IP telefoniya müasir dövrdə şirkətlərdə geniş istifadə edilir. Bundan əvvəl analoq telefonlardan istifadə olunurdu, yəni analoq telefoniyadan istifadə olunurdu. Lakin avadanlıqlar baxımından, həm də qulluq baxımından nisbətən çətin olduğuna görə analoq telefoniyadan yavaş-yavaş IP telefoniyaya keçirilir. Düzdür, quraşdırılması IP telefoniyanın bir qədər sizdən bilik tələb edəcək. Lakin IT mütəxəssislər tərəfindən IP telefoniya asanlıqla quraşdırılır. Helpdesk olaraq siz şirkətlərdə xidmət göstərərkən ola bilər ki, qarşınıza IP telefoniya ilə bağlı bəzi tələblər qoyulsun. Kiçik şirkətlərdə, xüsusən kiçik, yəni obyektlərdə siz IP telefonların quraşdırılmasını həyata keçirə bilərsiniz. Bugünkü dərsimizin mövzusunda da sizə pulsuz open source xidmətlərdən, daha doğrusu open source proqram təminatından biri olan FreePBX haqqında məlumat vermək istəyirəm. Həm serverini qaldırıb, həm də onun içərisində nömrənin əlavə edilməsi ilə tanış olacaq. Bu dərsimiz üçün biz Yearlink telefonundan istifadə edəcəyik, Yearlink T30 telefonundan və FreePBX versiyasından istifadə edəcəyik. 16-cı versiyadan quraşdırılması nisbətən asan olduğuna görə, lakin siz Debian haqqında əldə etdiyiniz biliklərlə bunun daha geniş versiyasını əldə edə bilərsiniz. Daha geniş, yeni versiyasını quraşdıra bilərsiniz. İndi isə gəlin proqram təminatı ilə tanış olaq. FreePBX-i yükləmək üçün biz freepbx.org saytına daxil oluruq və buradan download bölməsinə keçib əvvəlki versiyalardan birini, yəni bizə uyğun olan 16-cı versiyada 16-cı versiyanın ISO faylını yükləyirik. ISO faylı yüklədikdən sonra virtual maşında açırıq və sistemin yüklənməsi həyata keçirilir. Sistemin özünün yüklənməsini ilə indi siz orada yüklənmiş versiyası ilə tanış olacaqsınız. Sistem yükləndikdən sonra sizin üçün belə bir pəncərə açılacaq və bu IP telefoniyanın serveridir və həmin serverə qoşulmaq üçün SSH klientdən istifadə edə bilərik. Yəni hal-hazırda partidən istifadə edirik. Bu zaman belə bir pəncərə ilə rastlaşacaqsınız. Sadəcə ora istifadəçi adı və userin passwordunu daxil edirsiniz. FreePBX-ə yeni nömrə əlavə etmək üçün isə brauzerdə IP ünvanı daxil edirsiniz və buradan extension bölməsinə keçib create düyməsini vurursunuz. Bu zaman sizdə belə bir nömrələr siyahısı yaranacaq. Nömrə yarandıqdan sonra sizin IP telefoniyaya, yəni telefonun özünə qoşulmağınız lazımdır. Telefonun IP ünvanlarını istənilən vasitə ilə müəyyən edirsiniz. MAC ünvanı və yaxud digər vasitələrlə müəyyən etdikdən sonra telefona daxil olursunuz. Qeyd edim ki, Yearlink telefonlarda default username-i admin olaraq istifadə olunur. Əgər istifadə edəcəksinizsə, həmin o telefonların da daxilində qeyd etdiyiniz nömrəni və orada məxfi sözü də qeyd etmək şərti ilə yes düyməsini vurursunuz. Ekranda nə formada, nəyin görünəcəyini də müəyyənləşdirdikdən sonra apply vurduqda artıq telefonda sizin qeyd etdikləriniz görünür. Telefonun ekranına baxdıqda isə qeyd etdiyimiz şirkət adı yuxarıda bizdə görünür. Dəstəyi qaldıranda öz nömrəmiz və digər telefonun nömrəsini də yığdıqda bizdən digər telefona zəngin getdiyi ilə tanış oluruq. Burada IP telefoniya olduğuna görə müəyyən müddət keçməlidir.